Bu gün ayın 18-10-cu ay 2025. Özüm hərbiçiyəm. Silahlı qüvvələrdə 27 ildir xidmət edirəm. Həm silahlı qüvvələr veteranıyam, həm müharibə veteranıyam. Hal-hazırda da təlimdən gəlirəm. Binəqədi İcra Hakimiyyəti mənim Bakıda olmamağımdan istifadə edib, mənim mülkümü dağıdıb. Birinci Mavin Hacıbala müəllim. Mən üzümü Cənab Ali Başkomandana tuturam. Mehriban xanıma tutub deyirəm ki, xahiş edirəm bu özbaşınalığa görə Binəqədi rayon İcra Hakimiyyətinə xəbərdar olunsun və mənim mülkümü tikib özümə təhvil versin. Bu ancaq özbaşınalıqdır. Başqa nə deyim mən? Mənim nömrəm 056 127 86 86. Çox xahiş edirəm bu video kimin qarşısına çıxırsa paylaşsın, nömrəmi etiketləsin. 056 127 86 86. İşıq xəttimdə qırılıb. Burada indi tok gərginliyi var yüksək. Mənim səsimə səs verilsin. Mən özüm hərbiçiyəm. Bu videonu yayımlamıram, hələ saxlamışam ki, bizim rəhbərliyimizin əli, yəni bacarmasa Binəqədi rayon İcra Hakimiyyəti ilə bu efirdə olacaq. Bunu da tam səmimiyyətimlə deyirəm. Məndən biraz qarşıda evlər var. Bax, heykəlli evin yanında. Abşeron Marinanın düz yanıdır bura. Nömrəmi bir də deyirəm. Cənab Prezidentdən xahiş edirəm. Mənimlə rəhbər heyətindən xahiş edirəm. Mənimlə bir əlaqə yaransın. Mən bu özbaşınalığa son qoyum. Mənim əlimdə çıxarış var. Tam çıxarış. Tam əlimdə çıxarışım var. Mülkiyyət toxunulmazlığım var.